Choose the passive equivalent of the sentence. Cümlənin düzgün, məchul ekvivalentini seçin. The chef prepared a delicious meal for the guests. Düzgün məchulu təyin etməyimiz üçün ilk növbədə biz tamamlığı təyin etməliyik. Tamamlıq isə xəbərdən sonra gələn, üçüncü yerdə dayanan ifadəmizdir. Yəni mübtəda xəbər, üçüncü yerdə tamamlıq olmalıdır. A delicious meal tamamlıq olduğu üçün cümlədə əvvələ keçir. Daha sonra isə biz xəbərin zamanını düzgün təyin etməliyik. Prepared keçmiş sadə zaman olduğu üçün biz onu məchul növdə verərkən to be-nin keçmiş sadə zaman formasından, yəni was were-dən istifadə etməliyik. Qeyd etdiyimiz variant B variantı da doğru verilmişdir ki, a delicious meal was prepared by the chef for the guests. A variantında bizim to be formamız yanlışdır, indiki zamana aiddir. C və D variantlarında həm mübtəda, həm zamana əsasən C variantı yanlışdır. D variantı mübtədamız düzgün verilməmişdir. Yəni köhnə mübtəda cümlədə saxlanılıb və Y variantında isə to be forması əksik verildiyi üçün səhvdir. Düzgün cavabımız B variantı götürülür.